1 iyun 2025-ci ildən sonra Polşada bir çoxlarının karta pobutu üçün müraciət şansı olmayacaq. Bu tarixə qədər isə müvəqqəti yaşayış kartına müraciət edə bilərsiniz. Yeni qaydalara əsasən kimlərə karta pobutu almaq imkanı verilməyəcək, bəs kimlər ala biləcək? Əgər qısa müddətli viza ilə Polşadasınızsa, o zaman bu məqsədlərə görə karta pobutu ala bilmərsiniz. Turizm, yaxınlarına və dostlarına baş çəkmək, idman yarışlarına qatılmaq, mədəniyyət və elm tədbirləri, təhsil, bakalavr, magistratura, doktorantura, peşəkar kurslar və treyninqlər, tranzit uçuş, müalicə, mübadilə proqramlarında iştirak, könüllülük və humanitar missiya. Eyni zamanda karta pobutu üçün müraciəti qəbul olunmayacaq şəxslər bunlardır. Polşada digər Şengen ölkəsinin viza və ya oturum kartı ilə olanlar, xüsusi icazə ilə vizasız gələnlər. Bəs kimlər Polşada oturum kartına müraciət edə bilər? Biznes vizası olanlar, iş izni alanlar, mövsümi işlərə gələnlər, elmi fəaliyyət, stajlı işlər, ailə birləşməsi, polyak kartı əsasında gələnlər, müvəqqəti müdafiəyə görə gələnlər, humanitar əsasla təşrif buyuranlar və digər icazəli məqsədlərlə Polşaya gələnlər. Yeni qaydalar Ukr statusu olanlara şamil edilmir. Daha əvvəl isə turist vizası ilə gələnlər karta pobutu üçün müraciət edə bilirdilər. 1 iyundan sonra isə bu artıq mümkün olmayacaq. Miqrasiya İdarəsi hətta ümumiyyətlə sizin sənədlərinizi qəbul eləməyəcək. Bu vəziyyətdə nə etmək olar? Əgər siz mənim qeyd etdiyim kriteriyalara uyğun deyilsinizsə, o zaman sizin bir neçə gün vaxtınız var ki, karta pobutuya müraciət eləyəsiniz. Sizin Polşada leqallaşmağınızı 20 illik təcrübəsi olan və indiyə qədər heç bir neqativ qərarı olmayan vəkillə həll edəcəyik. Hətta sistemdə sizin statusunuzu yoxlaya bilərik. Polşada qeyri-peşəkarların əlinə düşüb vaxtınızı və pulunuzu itirmək istəmirsinizsə, o zaman şərh bölməsində karta istəyirəm yazın, hamınıza bir-bir cavab verəcəm. Unutmayın, çox az vaxtımız var.